Herkes salam, bugün Rayevdəyik. Lal, Kar və Kor bugün birlikdə şirniyyat pişirəcəyik. Kimlə? Məhəmməd və Ruslanla birlikdə. Bugün bizə lazım olan əşyalar gəlsin. Aha, naşıtkimiz gəldi. Aha, bizim göz bandımız da gəldi. İndi isə sadəcə ağzımızı bağlamaq üçün skota ehtiyacımız var. Ah, skot mənim əlimdə niyə çıxmadı ki? Buradadır. Səndə niyə oldu ki o? İndi isə keç... Nə insanı? Sən nəyə gedir? Allah ekber, Allah ekber. İndi isə keçək videoya. Bu videodan kənar kadrlardır, yəni. Belə düşüklüklər istəmirəm də, yəni kanalda. Biz burada gəlmişik, bizi tanımırlar. Çöldə sabah bir gün bizi iPhone yanında görəcəklər. 3 qəpilik hörmətiniz varsa da 1 qəpilik oldu. Mənə biri yazıb şəxsi də, deyir ki, bu nə hərəkətdir, sən yaşından başından otur. Aa, nə edim, video çəkir də, başqa nə edim? Özü şəxsi Instagram'ı adam tapıb yazıb, mənə çox maraqlıdır. Niyə dayanırsan? Düz dayan da. Bugünkü videomuz... Hay Allah, biri ağzımın içinə girir, biri məni tapdal, bir aralaş da məndən. Salamatçılıqdır. İndi isə bu videomuzdakı iştirakçıları sizə təqdim edirəm. Mən bugün bu videoda Lal rolunda olacağam. Məhəmməd Hüseyin Kor rolunda olacaq, Ruslan isə Kar rolunda olacaq. Və beləliklə biz üçümüz Lal, Kar, Kor olaraq bugün şirniyyat pişirəcəyik. Keçək videomuza. Mənim ağzımı bağlayırlar. Bundan sonra təqdimat məndə olmayacaq, çünki mən danışa bilməyəcəm. Şükür Allah. Başımız da saçdı olacaq 5 dəqiqə. Və verir mikrofonu Ruslan müəllimə. Hə? Ala cərt! Romantik. Saçımdan necə atacaq? Boynundan gətirəcəm aşkım. Narahat olma. Bunda özü zaşita kimi fikirləş də bunu. İnsan alı verir. Nədir? Verək çitlərim yapışdı dodağıma. Yo, Ay sən nə deyirsən? Onu satışa versən. Nə qədər bağladın sən? yo, bağlanmalıdır. Yo, saçqa. Yaxşıdır. Danışa bilsən. Yaxşı. Mən də biraz Amma burada ezə yoxdur, nəfəs ala bilsən. Nəfəs almayı da qoymur, biliyor musun? Deyir ki, bu kanala abunə olmalı. Ağzın bağlıysan danış eləyirsən öyle. Keçək Ruslana. Ruslan. Mahnını da özüm seçəcəm ha. Mahnını özüm seçəcəm. Kodu atım da hara baxsan. Hə, kodu atır. İmkan verir, kodu atsın. YouTube'un ana ha. Coram görsək. Pul çaldı gözdə baş köçdü ver bura. Maaşımdan kötü. Akşam iyi içmək var. Palit elədilər bağla maaşımı mənim. Sən YouTube'un anı? Hə, gördüm. 4 qoşaya gir də bura. Bu kanala abunə olmağı da heç vaxt unutmayın. Bunu da açırıq. Bu yaddan çıxarmışdı. Tupac'dan. Rupak yaz Tupak bura. Mən Rus dilində çıxmışım. Tupac'ı gələn beləmsə yazardım. Mənim savadsız olduğum orada bilindir. Və YouTube'un reklamları. Siz də reklamlara baxaraqdan bu qədər. Sizin də reklamınız burada ola bilər. Ruslan. Hə? Azad. Eşitmir. Deməli eşitmir. Mən belə başa düşürəm. Mənim gözüm qaldı. Mənim gözüm qaldı. Sən gözümə. Tac taxma mərasimidir. Hani? Allah qozanmışıq. Sevir eləsən bəlkə. Of fidan of. Gözümə də başım skoç bağlayardı, sonra bunu bağlayardı. Bu ne? Kördü yumur sonra. Sonra atmay var ona. Aha, baş sıx. Bu videodan sonra başım belə yumurta şey oxşayacaq. O öldüm o. Şefer de atsın. Qarayma. Görmək qalsın bir qırada. Nəsənə? Başımı hiss eləmirəm. Yəni nə etsə, bir şey görürəm ki, nə etsə. Ağzımızı bağladıq, qulağımızı bağladıq, gözümüzü də bağladıq. Artıq keçək şirniyyatımızı bişirməyə. Keçək videoya. İlkin səni başa salacaq. Sən də mənə deyəcəksən ki, falan şey elə, falan şey elə. Hə? Allah zor. Mənə bax, açı, mənə qulaq. Deyə bilmirəm bayaqdan. Bəsdir də. Hə. Bu səni başa salacaq. Sən də mənə başa salacaq. Şu tipe bak be. Getdi. İlkin, sən Ruslanı başa salacaqsan. Ruslan da məni başa salacaq. Ruslan eşitmir ya. Hə, ona tramvay söhbəti. Okey, baxım, hə, okey eləyib. Artıq keçək keksimizi bişirməyə. Ah, xanım, bir dənə bu mahnısını saxla. Bunu başa danışa bilir o, laldır o. Onun başı sandığına. Danış da qardaşım. Danış. Hə. Mən tikmə sənin. Hə, İlkim, davay, mənə 3 dənə yumurta ver, şirniyyatımızı bişirməyə başlayaq. Nə deyir? Söz orada. Əlim göydə qaldı.
Ben bir garip. 3 tane. Bir verin de bir verin. Bir. Bu bir. Ben heç də görmürəm. Bax içində qabıq qalmayıb. Hadi bax. Qabıq var içində. Ha, baxım ki düşüb sən düşüb. Ha. Heç də düşmür. Yaxşı. İyi ki. Onda Ruslana deyirəm ki, mənə pesoku versin, bura pesok qatar. Nə? Nəyi? Yağı? Ya. Peso? Gəlməm. Nə qədər tökəcəyəm? Nə? Ona deyən desin də məncə. Ona deyən. Tök. Tök. Gəl qutardılar tök. Hə? Qarışdırmağa bir şey ver, biraz qarışdırın bunu. Sonra vanilya qabartma tökəcəyəm. Qarışdırmağı? Bəlkə əlimdən qarışdırım. Ya cadikar, ya sahib zaman, ya cadikar, ya zaman. Gəldilər. Bu cadını hazırlayır ki, İbrahim'i bu dünyadan o bir dünyaya göndərək. Hə? Hə? Çox. Hə, yaxşıdır. Ama zart. Baş aşbaz Məmmədin iş başındadır. Mənim əlimin hissiyatı çox güclüdür. Hiss edirəm ki, bunun pesoku azdır. Sən Ruslanı göndər, stakana pesoyu doldursun. Hadi. Nə? Hə. Hara gedin? Pesok Dalınca. Hə. İki. Sən bundan sonra südlə yağı hazır elə. Ondan sonra da ki, vanilya hazır eləyəsən. Gətirdim pesoku. Ver mənə. Hə? Hə, bəsdir. Hə? İndi bir dənə bunu qarışdırım. Südü verərsən, sonra da yağı verərsən. Yaxşı? Süd. Ha, nədir? Süd. Südlə yağ. Birinci südü versin. Südü ver. Hə, südü ver. Belə göstər, da o başa düşəcək. Hə. Hə. Gözü biraz qarışdırımda bir hazır olsun dedim. Hə, bəsdir. Hə, südü ver. Düz tökürəm. Yerə tökmürəm. Bir dənə də var. Yer qaçdı. Hə, yaxşı. Niyə qışqırsan başım? Qışqırsan. Yağı verin, yağı. Yağı da qatımına daha bəsdir bunu qarışdırır. Kaş olacaq bir. Yağ. Nə? Yağ? Hə, yağ. Gələ. Olur. Bəsdir? Nə deyir? Dök. Hamısı? Hamısı. Yox. Bax, dodaqlarımı oxu, dodaqlarımı. Yer qaçdı. Hə, yaxşı. Bunu gəl. Ya cadikar, ya cadikar. Bu cadını hazırlayır ki, İbrahim'i tezinə göndərək buradan. Ya cadikar. Filə. Sən filə misin, ağzın bağlı. Ona başla filəsi. Filə. Hə. Filə. Filə. Hə, sən də. Sən yaxşı bilsən belə şeyləri. Yaxşı bilsən ha. Hə, mən tərliyirəm ki. Ya bəsdir bu bugün. İndi vanil versin mənə. İkisini bir yerə ver. Vanillə qabartma ikisini də versin. Ağzını açsın. Hə? Vanil. Hə, ikisini də. Neçə dənə? Hərəsindən 2 dənə. 2 dənə. Qorxuram, böyle baş qışqırır. Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Vay ləcinnən minlə. Yaxşı, nəsə sizi qorxmur. Bax, şimdi yox, ha. Sən başqa şey verirsiniz. Bəlkə İbrahim'i göndərəcəyim Marsa. Sən biraz mənə söhbət elə. Bu illərdə nə edirsən başım? Hə, danışar mısın? Yadıma düşdü. Ruslar, bu da dılaldır. Mən nə ağıllı başladan ötdü. Hə? Arxamca danışır. Hə. Qeybət verirəm, gələ. Ama verin də, nə? Arasında bir Yer dənə... qaçdı. Hə, başım. Qorxum. Hə. Bəsdir. Ürün adı yox, hə. Söz, hə. Bundan. Hə, nə verəsin? Neçə dənə? 2 dənə. Bundan. 2 dənə verdin. Allah. Hə. Ver də. Qarışdırın. Danışın da, biz danışın da. Qabartma verdin. Vanil verdin hərəsində 2 dənə. Bu.
Deyir qaçışdır biraz. Qaçışdırma. Yaxşı, nə deyim? Deyir mikserdən eləmək lazımdır. Rahat. Hə, un tökək. Deyir ki, apar mikser tərəfə. Hə, yox. Hə, mikserlər var. Hə, yoxsa yox. Və bir şey bilmirəm nə yəni. Mən tutun da mən görmürəm heç nə. Mikseri hardadır bilmirəm. Bu bura necə keçir? Yəni, artıq qarışdırmağa başlaya bilərik və cadımızı eləyirik. Filfilo. Davay, filfilo elə. Sən canı yağış çağırma. Biz də fırlanaq bundan. Kameranı sayaqdır. Mən də fırlanır. Ha, deyir ki, Hə, onu söndü. nəyi söndürür? Buna alımı soxaram şöyle yüksəm. Zilkəmə də onu söndür. Hə, artıq bəsdir. Hə, un gətir. Qaç un gətir. Gedirdim o. Mizardadır. Müqəddəs un. Hala verin də unu. Deyir bunu at. Hə, bunu atsın hə, yaxşı. Tök görək. Gözü cadı eləm burada. Simba. Hani bu? Hani bu? Buna da yüzünü. Kim iyi bu? Baxın, hə, bu Ruslandır. Davay, başlayaq qarışdırmağa. Gözdən, hani əlimi götür mənim əlimi. Aparatı. İndi bu qarışa Ruslanı göndər qabartmaya ətirsin. Sonra kakaonu. Yaxşı? Ya. Coca-Cola. Coca-Cola? Ha, kakao. Kakao. Aparatı əlimi solarım. Sənin kakao. Mən kakaomanı, kakao yox, qabartmanı. Bu qabartmadır, yox kakaodur. Bu kakaodur. Hə, kakaodur. Tök. Ha, bir de açım sonra tökümdü. Açıldı. Düz götür. İçinde bir şey kaldı bak. Bak içinde bir şey kaldı. Yox. Daha da karıştırmaya başlıyoruz. Ve biz bu ürünleri Azərbaycanda... Ne olur? Bir nəsə yaddan çıxartdın. Ha Ruslar götür sen 2-3 tane tükünü atıverin. Neyse. Sen başa sal da. Ne yaptın sıfır? Kabartma tökmemiş ya. Kabartma hani? Kabartma hani? Qabartma. Bak ne? Bir de gözde de. Elim batıyor. Deyir ki, bu ucu açıqdır. Yine bir dakika gözde karıştırma yap. Bir de bunun kıvamına bakayım. Türk dilinde de bildiğim. Ha, Azerbaycan ondan sonra. Elim kalı bu bunun. Biraz un getir, un getir, Un. Bir tane salfetka ver elimi sileyim. Ben niye kışkırım hala? Toz qazan. Yok biz zurna. Salfetka. Neden bizden ben yapışmışsın? Zaten özüm teşekkür Ne oldu bu? Düşün oraya. Ha? Bastı. Bastı. Ha, ben salfetka vereyim. Ne bileyim öyle. Salfetka. Salfetka. Ha, bu ne lan? Yetimi. Asebede çok olsa İbrahim'i çeksen ölmeyi göstereceğiler. Əlim biraz çirkdir. Ha, o şeyi yağlamak lazımdır. Onda merhaba, Ruslarındaki qəlbi, şotkanı, yağı gətirsin, qabı yağlayar. Ay İtalya öyle. Qabı. Şotqa. Yağ. Ama sana halal olsun, ben bunu deyə bilərəm ki, sən bir kar adama nə qəşən başı salsın. Gəl dağıtım sənə. Yatır. Qab. Oh, bu nədir? Bu yağdır. Ay, yağı çox tökmə ya. Yağı çox tökmə. Yağı çox tökmə. Biraz tök. Tökdün biraz. Tökdü. İndi şotka hansı tərəfdən başlayayım? Başlayayım. Nədir lan? Yerə sürtürəm. Yox? Bir bövrə də sürt hər yerə. Riyacım değil mi? Sen okma. Surban evde. Hele bırak, ben de dirəm bu nə deyir. Hele kardeşim biz kör olsaydı, çox gözü görən oğlanla yaxşı hərəkətlər eləmişik, başlı düzgə eləmişik. Çarları söyür. Ya, mən Koroğluyla at sapanlıqlar oradaydılar. Bir gözdə. Yoruldum ben hayat, gelme üstüme. Aşpazların da işi çok çətindir. Buradan bütün aşpazlara salam. Açın bunu. Sen neyniysən? Neyniysən? Yağ çapırdı, yağı tökür ora. Məndən xəbərsiz sən yoxdur ki sən.
Salatın balonu da xarab edir. Qabı ver mənə. Qabı ver mənə. Hazırdır. Hazırdır. Deyir at. Tök qabın içinə. Gözlə, tələsmə. Qorxuram. Gəlmir qabı. Tökülür. Tökülür. Fırlat qabı. Qabı fırlat. Fırladıram. İki, Ruslana göstəriş ver. Bunu aparsın, qoysun peçkanın içinə. Yaxşı? Mən daha görmürəm deyə yandıraram özümü. Bəs aparsın. Hə. Aparıb peçin içinə qoyum. Peçin yox, peçkanı. Peçkanı. Bu gün videomuza təşkilatçı olan məkanı sizə göstərmək istəyirəm. Məkanımız Rayev ailəvi restorandır və bu videoda bizə dəstək olduqları üçün Rayev komandasına ayrıca təşəkkürümüzü bildiririk. A few moments later. Axır ki keksimiz hazırdır və biz 3 nəfər birlikdə bu keksi bu gün bu videoda bişirdik. İndi isə demək istəyirəm ki, siz Zümrüdün keksini dadmısınız? Mən Zümrüdün keksini dada bilmərəm. Zümrüdün qəşəng keksləri olur. Sən bilərsən onu. Bugünkü videomuzda xüsusi qonaqlarımız var. Qonaqlarımızdan biri İbrahimdir, amma o qonaq sayılmır çünki komandamızın üzvüdür. Əsas qonağımız isə kimdir? Miri Miriyevdir. Bəli uşaqlar, mən gəldim. Xoş gəlmisən Miri. Xoş gördük. Sən də xoş gəlmisən komandamızın üzvü. 4 qoşa məni dəvət elədi, dedi axşama heç nə yemə. Mən də heç nə yemədim. Dedilər axşama keks olacaq. Ona görə gəlmişəm görüm bunların əllikləri necədir. Deməli, bu videoda Miri ilə İbrahim jüri olacaqlar. Yəni bizim bişirdiyimiz keksin dadına baxıb öz fikirlərini bildirəcəklər. Ümid edirəm zəhərlənmərəm. Ümid edirəm ölmərəm. Məncə də, biz də ümid edirik. Keçək keksin dadına baxın. Uşaqlar görünüşünə görə, görünüşü əslində pis deyil belə baxanda. Sadəcə elə bir biraz çox şişib. Yəni bunların maksimum bişirdiyi iş belə olmalıdır. Ya mən görünüşdə 10 üzərindən 7 verirəm. 6. Sən bizim komandanın üzvüsən. Sən 10 verməlisən. 6 niyə verirsən? 10 üzərindən 100 verməlisən sən. Nəsə bir Yalan niyə danışır? Gücsüzlüğünden yıkılmır atan balası. Və rüşvət alır, rüşvət. Pulu ver ha, pulu ver ha. Her dakika mesaj atamam aşkım. Çünkü ben ünlüyüm. birinci kim yoxlasın səncə? Kim daxsın? Sən yoxla. Bu nədir? Quyu var, quyu yox daxına. Daş, çağır. Atalar dostlarının almışdı. Sevutdun, başla. Ne diyeceğim? Aç şey, bir dakika gözleyin. Komanda yoldaşlarım pişirir. Jüri kimi oturmuşam da burada mən. İbrahim, sən pul da versin, rüşvət da aldın. Rüşvət olsun. Komanda yoldaşlarım bu keksi əziyyətlə pişiriblər. İndi dadına baxıb puan verəcəm. İnşallah yaxşı olar, ölmər inşallah. Mən şübhələnirəm açsın bu komandadan. Yəni bu uşağa nəsə eləyəcəklər bunlar. Yəni mən məsləhət görmürəm sən yeməyi. Dostlarımızın əli ilə ölərdi. Birinci sən fikirləri bir dənə. Uşaqlar birinci budur deyə, bu yesin görün fikirləri nədir? Normaldır. Fikir bilmirəm amma o qədər tatsızdır ki. O qədər tatsızdır ki, fikir bildirəm. Rahat da getdi, rüşvət də getdi. Xəmirdir, ağzında əriyir. Boş xəmirdir, boş xəmirdir. Islaq keçmək olmur axı, ağzıma yapışır, saqqız kimidir. Yapışacaq. Uşaqlar elə bir kal xəmir yedim. Bura, bir dənə canım buradan yiyin. Kal xəmir yedik, yaxınlaşdı bura. Bura bax, çal xəmirdir. Həqiqətən kal xəmirdir. Yəni qəşəndir, pisdir. Bəli, bax kimi. Uşaqlar Bax İbrahim dedi, ağzıma xəmir yapışır, həqiqi belədir. Yəni, nə bilim ala, Yalan danışa bilmirəm, inan. həqiqətən belədir. 10 üzərindən Amma bu arada xəmir deyil, xəmir deyil. Xəmir deyil, elə bir şey yox. Yalandan baxıb bağlayırlar. bəlkə də orta hissəsini qoyublar deyə xəmirdir. Orta hissəsini deməyək, qabatmağı çox vurublar. Yəni düzgün üstünə o pudra tökməyib. Mən onun üzərindən zarafatsız görünüşdən 7 verdim. Dadı da ki, biraz xəmir dadı gəlir ağzıma. Belə əladır əslində. Bir də xəmir dadı olmasa, füsyo. Biraz da qabartma həqiqi bu doğru vurğuladı. Biraz çox olub. Dozasından çox olub. 10 üzərindən 5 verirəm dadına. Görünüşə 10 üzərindən 9 verirəm. Dadına isə 10 üzərindən 9.5 verirəm. Onun baxışları
Uşaqlar gördüyünüz kimi yeni başlayıblar deyə çox əziyyət çəkirlər. Onun üçün də videoya like atın, kanala abunə olun və yorumlarda məndən gəlməyi yazmayı unutmayın ki, başqa videolarda məni dəvət eləsinlər. Sadəcə başqa videolar qəşəng yeməklər bişirəsiniz. İnşallah çiftə bozbaşsa. Bu videoda çox əziyyət çəkdik. Sizlər üçün yaxşı bir iş ortaya qoymağa çalışdıq və siz də videomuzu bəyənməyi, like atmağı və kanalımıza abunə olmağı unutmayın. Hər birinizi yorumlarda da gözləyirik. Sizin rəyləriniz bizim üçün çox önəmlidir. Görüşənə Gələn görüşlərə dək sağ olun.